ümumiyyətlə ölkə üzrə çox böyük problemlər yaranır ki, cəmaatın malını, mülkünü əlindən alırlar və bilirsiniz ki, əvəzinə ya çox az miqdarda pul ödəyirlər, yaxud da ki, vapşı vermirlər. Bu, ümumiyyətlə respublika üzrə gedir, hələ də davam edir. Məsələn ki, Gədəbəydə biraz problem yanan tezliklə görəcəksiniz ki, Bakı-Şamaxı yolunun keçilişi ilə əlaqədə köçürülmə gedəcək. Hələ ki, o Dünya Bankının layihəsindən düşünən o alına bilər. Oğuzdan Dəbəliyə, Bakıya kimi hələ də bir kəsə 3255 ailənin təqribən 16.000 nəfərin eləyir. Hələ də haqqı ödənilməyib, hələ də onlara çatası məbləğ ödənilməyib. Məhkəmə prosesləri gedir, çalışıb, nəyiz bacarırıq eləyirik. 2 ildir ki, böyük məhkəmə proseslərimiz gedir, yazışmalarımız gedir. Oğuzda məsəl üçün Azərsu deyil, mən ödəməli deyiləm. Maliyyə Nazirliyi deyil, mən ödəməli deyiləm. Neft fondu deyil, mən ödəməli deyiləm. Bir yəsi tapılmır. Çox sağ olsunlar, Rəşad Gildə onu çəkmişdilər və loqoları hansı ki işləyiblər Azərbaycanda bu mülkiyyət hüquqlarla əlaqədar və hamımız Mirvari xanıma öz hesabatlarımızı verdik. Demək olar ki, bütün hesabatların çətinidir, ancaq bunların qısa cümlədə Mirvari xanım bunları birləşdirdi. Xüsusilə demək istəyirəm ki, Azərbaycan bugün orta əsrlərdə kimi bölünüb, ayrı-ayrı klanlarla əlaqədar. Şimalı, yəqin heç kimə sir deyil, bu Kəmələddin Qeydarov. Quba, o nazirdir, transport naziri, Ziya Məmmədova. Deməli, orta əsrlərdə xanlar kimi, Bakıda paytaxt kimi prezident ailəsinə verilib. Yəni, hamı üçün bu bəllidir. Və biz işləyəndə də görürük ki, Azərbaycan vətəndaşlar orta əsrlərdə kimi qul kimi qalıblar. Onlar nə öz evini, nə öz mülkiyyətini, nə öz ailəsini müdafiə eləyə bilmirlər. Çünki bu xanların, bu feodalların, bu mafiya klanın ordusu var, polisi var, qeyri qanuni silahı dəstələri var. Və bunu sən işləyirsən, görürsən ki, burada çox böyük bir kriminal yer alır. Yəni ki, bu orta əsrlər xanları qanunu pozurlar. Deməli, necə Mirvari xanım dedi, biz Bakının mərkəzində işləyirik və buradan siz görürsünüz Qış Bulvar 4-1 və 4-2. Yəni ki, Hacıbalı Abutalibov, Bakı şəhər icra hakimiyyətinin rəhbəri 2 dənə sərəncəm imzalayıb. Birinin nömrəsi 511-dir, o birinin nömrəsi 76 idi. 511 sərəncəmdə 2008-ci ildə və 76 sayıda 2011-ci ildə Abutalibov özü qol çəkib o sənədlərə, hansı ilə o 10 illik qazanmaq üçün, özü üçün 100% əldə elədi. Niyə üçün? Çünki Abutalibov bu sənədlərdə, birinci sənədə yazır ki, biz qərara qaldıq ki, Qış Bulvarı tikək, bax burada, 4 küçənin adını verir. 2008-ci ildə. 2011-ci ildə həmən Qış Bulvar 12 küçənin adını verir. Yəni ki, 2 il ərzində 4 küçədən 12 il oldu. Bu necə ola bilər? Yazılıb. Hansı gen plan var bizdə? Hansı arxitektura planı var? Heç nə yoxdur. 2013-cü ildə Abutalibov bəlkə yenə də bir dənə sərəncəmə qol çəkdi və 20 küçənin adını yazdı. Kim bilir? Yəni ki, ümumiyyətlə, bax, bu fantastik bir şeydir. Bu birincisi. İkincisi, 511-ci sərəncəmdə Abutalibov deyir ki, Rovnak Abdullayev, baş neft kompaniyasının sədri 6 milyon manat köçürməlisən bank hesabatına Urfan Kəzimov.
Urfan Kəzimovun fiziki şəxsiyyəti. Hansı qanunla neft pulları keçirdirsiniz onun fiziki şəxsiyyətin hesabları? 2011-ci ildə Sülh və Demokratiya İnstitutu biz 8 məqalə çapladıq və hətta prezidentə göndərdik. Əgər sizin yadınızdadır, fevral ayında keçən ilin İlham Əliyev çıxış elədi. Hətta mən də televizorda gördüm. Dedi ki, vətəndaşlar, mən sizə müraciət edirəm. Bütün məlumatları, hansı ki siz bilirsiniz, korrupsiya ilə əlaqədar prezident aparatına göndərin ki, biz bu məlumatı əldə edək və işləyək. Mən də bütün öz məktublarımıza bax bu prezidentinin sitatını gətirirdim ki, istinad eləyərək İlham Əliyevin müraciətinə göndəririk ki, Abu Talibov, Rovnak Abdullayev, Ramil Usubov, Kərəm Qasanov, hansı ki Azərbaycan Dövlət Komitet по имущественным вопросам. Bax, bunlar cinayət ediblər. Cinayət də bax bundan ibarətdir. Ətraflı, nə qədər pul, hardan köçürülüblər. Azərbaycanda bugün Azərbaycan vətəndaşları öz hüquqlarını, qanunu müdafiə eləyə bilmirlər və hər bir Azərbaycan vətəndaşı Bakıda mı yaşayır, Cənubda mı yaşayır, harada olur olsun, o qarantiya ola bilmir ki, onun evini sökməsinlər. Hökumət necə işləyir? Ətraflı sorğu-sual 4 saat işlədik. Və dönə-dönə bu Avropa nümayəndələri məndən soruşurdular ki, bu qədər evləri sökürlər, bunların kağızları var, dedim 100% var, özü də o Qış bulvar ətrafında əlbəttə. Sulatəpə dedim, orada qaçqınlar da yaşayırlar. Hansı ki 15 il öncə orada evlər tikiblər, ancaq onlara da munisipal, hansına ki siz indi monitoring verirsiniz, icazə veriblər ki, onlar tiksinirlər. Və bax, bu monitoring aparan Avropa Şurasının komitəsi, bu Avropaların burada nümayəndələrin, onlar dərk edə bilmirlər ki, vətəndaşları bax, bu cür evdən çıxarda biləcəklər. İllərdə məşğuldur. Tanıyırsınız ki, mülkiyyət hüquqları ilə çox məşğuldur. O da çox əziyyət çəkir. Aytəkin xanım öz fikrini desin. Hazır ki, o vəziyyətdə nə? Ümumilikdə belə götürəndə Bakı ilə əlaqədar məlumatlar məndən xahiş olmuşdu təqdim olmağa. İndi deyim ki, dünən biz baxdıq, burada demək olar ki, təqdim olunan materialların yarısı yoxdur. Niyə görə? Ola bilər ki, hesabatın həcmi biraz ağır olmasın və s. Hətta fevralda biz verdik bu məlumatlar. Fevraldan sonra bir bu qədər hesabatlıq da bir müsbət bir şeydir, amma əlavə materiallar toplanır. Yəni, əlavə hadisələr baş verir. Deməli, mən başlayayım. Leyla xanım necə deyir ki, ona sual verirlər ki, vətəndaşlar niyə müqavimət göstərmir? Yəni, vətəndaşlar bütün üsullarla və formlarla müqavimət göstərir. Vətəndaşlar aksiya keçirir, bütün dövlət instansiyalara müraciət edir, məhkəmələrə müraciət edir, nə bilim, çətinə düşəndə əllərin, ayaqlarını kəsir, aclıq eləyirlər, onlar tutulurlar, onlardan insult olan var, infarkt olan var, xəstəxanaya düşüb xəsarətlə və s. Bütün üsullarla, sadəcə olaraq bəlkə biz istədiyimiz qədər vətəndaş cəmiyyətin güclü olmamaq və siyasi sferanın zəif olmağı imkan verir ki, bu tam olaraq özbaşınalığa. Yəni, burada indi şəhərlə əlaqədar deyirəm, biraz qeyd edim ki, yəni biz burada adı sayılan təşkilatlar deyil, yəni bir çox insan haqları təşkilatları bu ilə məşğuldurlar və çox hallarda biz Leyla xanım olduğu qrupdan başqa, məsələn, İnsan Haqları Monitoring qrupuna, Nayvalla xanım və s. o qədər sənədlər, məsələn, Avropa Şurasına, orada iclaslar və s. təqdim olmaq üçün vermişik. Burada İnsan Haqları Özəl Müvəkkil gəldi, ondan birbaşa insanlar görüşdülər, Komünvert gələndə. Yəni, onların tam olaraq məlumatı var və biz özümüz də başqa bir görüşlərdə, xaricə gedəndə, yəni bu məlumatlar çatdırılır. Söhbət ondan gedir ki, biz indi dünənki hadisə kontekstində, şəhərin mərkəzində bina yanır, hündür mərtəbəli bina. Və o tökülür, bütün o ətraf, bir mərtəbəli binalar o qədər ona sıxdır ki. Yəni, bilirsiniz, nə oldu birdən havalandılar Azərbaycan icra hakimiyyəti və ya kimsə və başladılar cəmaatı evlərindən köçürməyə. Yəni, 2005-2010 kontekstində 2005-2006-da kütləvi hündür mərtəbəli binaların tikilişi şəhərdə. Yəni, bunun hamısında deməyim kommersiyadan arası gəlir məsələsidir.
Yəni şəhərin mərkəzində niyə dafələrlə deyilir Nizami metrosunun arxası, Sovet Sifəsi, onlar qalır şəhərin düz mərkəzində möhtəşəm, hündür, monumental binalar sökürlər. Yaxmin Mübarəkxan vurğuladı abidələr. Niyə görə abidələri vurğulayır? Buna görə ki, abidələr iki qat cinayətdir. Buna görə ki, Azərbaycan qanunvericiliyində və Azərbaycanın qatıldığı bütün konvensiyalarda yazılıb ki, tarix mədəniyyət abidi sökülə bilməz. Yəni bu birbaşa deyilən kimi cinayətdir. Amma yəni ki, bu son hadisələrdə 17 martdan bəri 3 dənə abidə sökülübdür. Dövlət qeydiyyatında olan Nazirlər Kabineti qoruma altına alan və bu hər bir bina bir adamın mülkiyyətidir. Amma tarix mədəniyyət abidələri Azərbaycan konstitusiyasına görə, qanunlara görə Azərbaycan millətinin kollektiv mülkiyyətidir. Ona görə ki, deyilir ki, o hər bir kəsə məxsusdur və hər kəs ondan istifadə edə bilər, onu təbliğ edə bilər, onu öyrənə bilər. O məhv olandan sonra biz nəyi təbliğ edəcəyik, nəyi öyrənəcəyik və s. İlham Əliyeva sentyabrda məktub göndərir, biz Sülh və Demokratiya evinin sökülməsi ilə əlaqədar və İlham Əliyev Avroparlamentin sədrinə cavab məktubunu göndərir. Mən bu məktubunu görmüşəm, sürəti var. Deməli, o məktubda Abu Talıbov yazır ki, Azərbaycanda baş plan var və bu baş plan 1985-86 hazırlanır. Yəni ki, mənə bunu göstərən bu köməkçisi hansı ki, Litvalarıdır, dedir ki, Leyla, o vaxtı biz bir ölkədə yaşırmışıq. Yəni ki, heç bir plan yoxdur və mən bir də demək istəyirəm, burada adlar çəkmək lazımdır. Bunu eləyirlər ondan ötəri ki, pul götürmək, əsas məqsədi, mən razıyım, məndən sonra Batov da olsun, Kərəm Qasanov, Gосударственный комитет по имущественным вопросам, onun qardaşı bu Azimkonun rəhbərliyidir. Yəni ki, Abu Talıbov və yerlərdə bunu eləyirlər. Zülfəli İsmailov, indi o qol çəkir, adamlardan evlər alır və Yusif Qambarov. Yusif Qambarov Dövlət Komitəsinin işçisidir, Zülfəli İsmailov Bakı İcra hökumətinin işçiləri. Katibliyin işçisində cinayət işi qaldı buna qarşı, o döyülmə faktında. Döyülmə faktında. Ancaq bunlara qarşı korrupsiyadan əlaqədar çoxdan onların yeri qazanmaqdır. İnşallah. Mən deyərdim ki, bizim mülkiyyətlə, yaxud da ki, qeyri-hökumət təşkilatlardan çoxsu deyərlər ki, bir bəyanətimizi yazarıq ki, biz buna etiraz edirik. Buna cavabdeh şəxs cəzalanmalıdır. Bələdiyyə onu şər yıxdığı üçün bələdiyyə sədrinə qarşı cinayət işi qaldırılmalıdır. Hər halda bu axıra kimi gediləcək. Hər halda bütün qeyri-hökumət təşkilatları bunu müdafiə edir. Çünki həmin mesaj, bax, o Aytəkinədir, bu Leyliyədir, bu mənədir, o birsinə bax, 4-5 Mənə artıq evi mesaj olurdu. Hamıya qarşı mesajdır bu. Bərədə hamımız tələb eləməliyik. Onu fikirləşməliyik ki, Oqtay Güləliyev həbs olunub, Sabirabadda güya iqtişaş xulqanlıq və s. 12 sutka. Və döyülüb. Sonra da özü məlumat verir ki, ona qarşı çox kobud rəftar ediblər və ciddi xəsarətlər alıb. Mehman müəllim axırıncı indiki məlumatı verir. Çünki bir dəfə yadınızdadır ki, xuliqanlığa görə mədir. Yaxşı ki, Leyla orada oldu, naxadı sürüdü. Topu mən xuliqan olduğum üçün iştirak edərdim. Ümumiyyətlə, təşkilatlar adından xüsusi bəyanatlar hazırlasın, yayılsın. Bəlkə biz indi Usubova müraciət edək ki, не проливай кровь народу, не начинай гражданскую войну. Ни при чем здесь. А кто там? Я считаю, это президент. Потому что кому подчиняются войска? Президент. Daxili qoşunlar Usubova daxilində döyür. Başa prezidentə. Kimə? Prezidentə. Daram Zayev. Çünki əsas Daxili məsələ qoşunlar birbaşa prezidentə tabidir. Əvvəllər daxili işlər nazirinin tərkibində idi. İndi